Xanımlar və cənablar, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti cənab J.D. Vance hazırda Azərbaycan Respublikasının hökuməti və Amerika Birləşmiş Ştatlarının hökuməti arasında strateji tərəfdaşlığa dair xartiyanı imzalayırlar. Azərbaycan prezidenti və ABŞ-ın vitse-prezidentinin mətbuat üçün bəyanatı. Hörmətli cənab vitse-prezident, hörmətli qonaqlar, xanımlar və cənablar. Cənab vitse-prezidenti Azərbaycanda rəsmi səfərdə salamlamaq bizim üçün böyük şərəfdir. Bugün bizim iki tərəfli gündəliyin bir çox məsələlərini əhatə edən əla söhbətimiz oldu. Biz Azərbaycana çox müsbət münasibətə görə Trump-Vance administrasiyasına olduqca minnətdarıq. Strateji tərəfdaşlıq haqqında xartiyanın bugün imzalanması heyətlərimizin 6 ay ərzində gördüyü çox gərgin işin təzahürüdür. 6 ay əvvəl Prezident Trumpla Vaşinqtonda tarixi görüş və strateji tərəfdaşlıq haqqında xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması iki tərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır. Bizim üçün dünyanın ən qüdrətli ölkəsi Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir. Biz həmçinin Prezident Trumpa, vitse-prezident Vance'ə və onların heyətinə Qafqazda sülhə verdikləri töhfəyə görə çox minnətdarıq. Ötən avqustda Ermənistan və Azərbaycan Ağ Evdə Prezident Trumpın iştirakı ilə sülh sazişini parafladılar və biz Prezident Trumpın həmçinin şahid kimi imzaladığı sülh haqqında birgə bəyannaməni imzaladıq. Artıq 6 aydır ki, biz sülh şəraitində yaşayırıq. Biz sülh içində yaşamağı öyrənirik. Biz bu cür böyük töhfəyə görə ABŞ hökumətinə çox minnətdarıq. Biz Azərbaycan vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə nəinki bütün məhdudiyyətləri qaldırmışıq, o cümlədən özümüz Ermənistana neft məhsullarının təchizatına başlamışıq. Beləliklə, ticarətin və əməkdaşlığın başlanğıcı reallaşır. Trump-Vance administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri beynəlxalq sülh və rifah naminə Trump marşrutu TRIP layihəsidir ki, o nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyük miqyaslı daşımalar dəhlizidir. Beləliklə, regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir. Bugün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur. Əziz qonaqla imzaladığımız xartiyada əməkdaşlığımızın müxtəlif istiqamətləri əks olunur. Biz təhlükəsizlik və antiterror əməliyyatları məsələləri üzərində işimizi davam etdirəcəyik. Bugün Azərbaycan öz təbii qazı ilə 16 ölkənin enerji təhlükəsizliyini təmin edir. Onlardan 11-i NATO-nun üzvü, ABŞ-ın müttəfiqidir. Bağlantılara gəldikdə, artıq qeyd etdiyim kimi, TRIP layihəsi regionda sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olacaq. Biz müdafiə məhsullarının satışı sahəsində yeni səhifə açırıq və bu həmçinin perspektivlidir. Əlbəttə ki, süni intellekt mərkəzlərinin yaradılması bugün iki tərəfli gündəliyimizin bir hissəsidir və Amerikanın aparıcı şirkətləri ilə
işbirliyi quraraq artıq ilkin nəticələrimiz var. Başqa sözlə, vitse-prezident Vensin bugünkü səfəri imzalanmış strateji xartiya, danışıqların mahiyyəti, dostumuz və qonağımızın qəbulu baxımından tarixidir. Cənab vitse-prezident, xoş gəlmisiniz. Təşəkkür edirəm, Prezident Əliyev. Mən ABŞ prezidentinin şəxsən sizə, eləcə də Azərbaycan xalqına ən səmimi salamlarını çatdırmaq istəyirəm. Düşünürəm ki, bu ABŞ üçün çox uzun müddətli, çox mühüm tərəfdaşlıq və dostluqdur. Fikrimcə, bir çox Amerikalılar bəlkə də bilmir. Məsələn, Azərbaycanlılar Əfqanistandan çıxan ən sonuncu tərəf oldular. Onlar dünya səviyyəsində terrorçuluğa qarşı aparılan mübarizəyə çox böyük dəstək verdilər. Onlar ABŞ-ın hərbi dənizçiləri ilə Əfqanistanda çiyin-çiyinə vuruşublar və faktiki olaraq dünyanın istənilən yerini götürsək belə az sayda olan ən mübariz və cəsarətli qoşunlardan biri kimi nüfuz qazandılar. Bugün biz bu dostluğa təşəkkür əlaməti olaraq buraya gəlmək istəyirdik. Sözün əsl mənasında səhifə çevirmək və növbəti fəslə keçmək istəyirdik. Düşünürəm ki, Prezident Trumpın və Prezident Əliyevin rəhbərliyi ilə daha güclü və daha yaxşı münasibətlər qurulacaq. Burada Azərbaycanda danışmaq və elan etmək üçün çox məsələlər var. Fikrimcə biz burada baş verən bəzi əla məsələlər haqqında bütün günü danışa bilərdik. Ərazi sularınızın qorunması ilə bağlı Azərbaycana biz yeni qayıqları göndərəcəyik. Biz fərəhlə elan edirik ki, və düşünürəm ki, mən Azərbaycanın iki hissəsini birləşdirəcək beynəlxalq sülh və rifah naminə yeni Trump marşrutu ilə bağlı gələn ilk şəxs oldum. Ümidimiz Azərbaycan ilə Ermənistan arasında həqiqətən inanılmaz sülh sazişinin dayanıqlı olmasını mümkün edəcək iqtisadi, təbii sərvətlər, əsas minerallarla bağlı əməkdaşlığın qurulmasıdır. Bilirik ki, toqquşmanın qarşısını alacaq və müharibələrə imkan verməyəcək mühüm məsələlərdən biri iki xalq arasında qarşılıqlı mədəni mübadilələrdir. Onlar birgə çalışanda böyük əminamanlıq yaranır və bir-biri ilə mübarizə aparmır. Hazırda sülh sazişi baxımından düşünürəm ki, Prezident Əliyev həqiqətən böyük təşəkkürə layiqdir. Bugün mən Ermənistanda idim. Ermənistanın baş naziri və Azərbaycan prezidentinin liderliyi olmasaydı biz sülh sazişinə nail ola bilməzdik. Düşünürəm ki, üç şəxs tarixi sülhü yaratdı. Bu ölkənin prezidenti, Ermənistanın baş naziri və əlbəttə ABŞ prezidenti birgə işləyərək əvvəllər müharibədə olmuş məkanda sülh yaratdılar. Düşünürəm ki, gələcəkdə bir vaxtlar yalnız mübarizə və münaqişə olan yerdə əmin-amanlıq yaranacaq. Bu, Prezident Əliyevin liderliyinin və rəhbərliyinin bariz nümunəsidir. Bu məsələlərdə ABŞ prezidenti xarici siyasətimizi qurur. Bir halda ki, biz ticarətlə məşğul ola, tərəfdaşlıq qura biləriksə, nəyə görə biz bir-birimizlə vuruşmalıyıq? Fikrimcə, ABŞ ilə Azərbaycan arasındakı tərəfdaşlıq regionda daha möhkəm sülhə və əmin-amanlığa aparacaq. ABŞ-ın iş adamları üçün əlavə bazarlara çıxış yaranacaq. Bununla daha təkmil dünya yaranacaq ki, insanlar bir-biri ilə vuruşmasınlar, ticarət aparsınlar. Düşünürəm ki, bu ABŞ prezidentinin missiyasının və xarici siyasətinin özəyidir. Biz ümumi maraqlar əsasında çıxış edə və bir-birimizlə daha böyük işlər qura bilərik. Biz strateji tərəfdaşlıq sənədini imzaladıq. Fikrimcə, bu tərəfdaşlığı rəsmiləşdirir və çox aydın şəkildə göstərir, ABŞ-Azərbaycan münasibətləri dayanıqlıdır və xalqlarımız üçün böyük nəticələr verməkdə davam edəcək. Şəxsən öz tərəfimdən qeyd edim ki, mən burada olmaqdan çox şadam. Enişdən əvvəl işçilərimə deyirdim ki, Prezident Trump kimi Prezident Əliyev də dünyada türklər və İsraillilər ilə həqiqətən yaxşı münasibətlərə malikdir. Həmçinin birincisi, burada yeməklər çox ləziz olmalıdır. İkincisi isə ölkə başçısı həqiqətən cəlbedici şəxsdir. Mən hətta təsdiqləyə bilərəm ki, o çox cəlbedicidir. Biraz sonra biz yeməkləri dadacağıq və əminəm ki, o da ləziz olacaq. İcazə verin, həmçinin qeyd edin ki, ikinci xanım və mən bugün axşam ziyafətdə iştirak etməkdən çox məmnunum. Belə başa düşürəm ki, Azərbaycanın birinci vitse-prezidenti prezidentin həyat yoldaşıdır və ümid edirəm ki, bu ikinci xanımı hər hansı başqa bir fikrə gətirmir. Mən bunları şəxsən öz tərəfimə, eləcə də böyük xalqlarımızın dostluğu baxımından söyləmək istəyirəm. Burada olmaqdan çox böyük şərəf hissi duyuram və müzakirəni davam etdirməkdən çox məmnunam. Tanrı sizi qorusun, çox sağ olun.